28 aprel 2 may tarixlərində avar çəkmənin nəbzi yenidən Azərbaycanda döyünəcək. Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunan Prezident Kuboku 2025 beynəlxalq reqatası ardıcıl 3-cü dəfə Avropa Kanoe Assosiasiyasının rəsmi təqvimində yer alıb. Avropa, Asiya və Afrikadan 200-dən çox avar çəkən 20-dən çox ölkə Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanistan, Macaristan, Hindistan, Qazaxıstan, Qırğızistan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan bu möhtəbər yarışda mübarizə aparacaq. 28 aprel Qarabağda, Füzulidə avar çəkənlərimizin nümunəvi çıxışları, 29 aprel Mingəçevirdə komandaların təqdimatı və parad, 30 aprel Suqovuşanda açılış mərasimi, ilk yarışlar. 1-2 may Mingəçevirdə son final yürüşləri və möhtəşəm bağlanış mərasimi. Güc, iradə və əsl idman ruhu bir arada. Prezident Kuboku reqatası Heydər Əliyevin idmana verdiyi töhfələrin davamıdır.